Salam dəyərli izləyicilərim. Əgər gələcəkdə Alzheimer olmaq istəmirsinizsə, məni diqqətli dinləyin. Əgər yaxınlarınızda, qohumlarınızda Alzheimer xəstəliyi varsa, vaxtında profilaktik nevroloji müayinələrdən keçin. Xatırladım ki, Alzheimer yaşlılarda mərkəzi sinir sisteminin neyrodegenerativ xəstəliyidir. Alzheimerin ilkin simptomları bunlardır. Eyni sualları təkrar vermək, əşyaları unutmaq, adları xatırlaya bilməmək. Bəs yaxşı, Alzheimerin risk faktorları hansılardır? Depressiya, xüsusilə təkrarlanan depressiya, stres, nevrotik pozuntu, içki, siqaret, şəkərli diabet, yüksək arterial təzyiq və sair səbəblər. Əgər özünüzdə və yaxınlarınızda az da olsa unutqanlıq hiss edirsinizsə, vaxtında doğru mütəxəssisə müraciət edin. Hər zaman sağlam olun. Sizin nevroloq Dr. Jalə Qarayeva.